Salam, necəsiz? YouTube'a geri dönürəm artıq yavaş-yavaş. Bu bir arıqlama videosudur. Benimlə birlikdə arıqlayın. Daha doğrusu, mən arıqlayıram, paylaşıram. Sonra bu videonu siz görürsüz, bəyənirsiniz, save edirsiniz, motivasiya alırsınız və mənimlə birlikdə siz də arıqlamış olursunuz. Bugün əməliyyatımın 10-cu günü oldu. Nə əməliyyatı deyə soruşursa, bir öncəki vloqa gedib baxa bilərsiniz. Əslində indi də görə bilərsiniz. Əməliyyat olduqdan sonraki bu 10 gün içində mənim menstruasiya rəfəm idi və sonunda o da oldu. İndi vloqa biraz da bədənimin sakit versiyası ilə çıxıram. Bu hal-hazırda gördüyünüz bədənin 2 qat daha kilolu görünüşü var idi məndə. Əgər alınsa, çox utanmasam, qıraqlarda bir yerlərdə şəkil ya video qoyacağam. Bir xeyli kilo almışam. Normal deyildi. Bu mənim bədənim deyil, mən şokdayım. Amma bu kilonu birlikdə verəcəyik. Bugün aprelin 17-sindən başlayıram sağlam qidaya Layla xanımla birlikdə. Mənə baxanda görmək olur əslində ödəmli biraz şiş olduğumu buralarımdan, amma əlavə olaraq da mən onsuz da ödəmli biriyəm və mədəli biriyəm. Baxın, korset də sıxdığı üçün beləti filan bu hissələr belə qalır. Çünki artıq kilo da almışam, ona görə biraz kilolu. Bu arada tək mən yox ha, ailəli canımız kilo almışıq. Başlamaq istəyirsən bizlə? Ha. Oradan səhər yeməyi birlikdə yeyək. Ha. Tamam, mən bunu vloglayacağım. Bir 10 gün də ola bilər, 15 gün də ola bilər vloglaya bilərəm. Hər günümü çəkəcəm. Səhər, günorta, axşam yeməyim və səhər də gəzəcəm, axşam da gəzəcəm. Bunu burada söz verirəm. Çünki çox tez bir şəkildə sağlam çəkməyə və sağlam görünüşümə qovuşmaq istəyirəm. Səncə belə çox pis görünürəm? Yox. Ha, demək istəyirəm ki, gözəlsən, qəşəngsən və mənim bacımsan. Canımsan. Öpürsən. Davay. Patik. Mən də davam edeyim vloga. Əgər biraz da yeməyə davam eləsəydim, yeriyən top olacaqdım. Eyb yox, hər kəsin həyatında belə dönəmlər olur. Xüsusilə əməliyyatdan sonra mən bu anları yaşadım. Bugün 10-cu günümdə hələ biraz toparlamışam psixoloji olaraq da. Əslində vəziyyətim çox da yaxşı deyil idi. Çox pis hiss eləyirdim özümü. Elə bilirəm ki, həmişə belə qalacam. İnanın, yəni bu mənim hələ yığılmış versiyamdır. İnanın. Çünki menstruasiya oldum və sakitləşdi. Alt qarın da sakitləşdi. Buramın da şişi xeyli yatdı. Bu gün artıq Layla xanımın menüsü ilə başlayıram səhər yeməyinə. İndi gedəcəm, səhər yeməyimi yeyəcəm, sonra biraz keçsin gəzəcəm. Axşam bir də gəzəcəm. Mən bunu hədəfə qoymuşam. Ya 10 gün, ya 15 gün, bilmirəm nə qədər davam elətdirərəm vloqu. İstəyirəm ki, metrə götürüm və ölçülərimi birlikdə ölçək. Belimi bu hissədən ölçürəm. Görünətər kökəlmişəm 79. Çanaq bu hissəni. Bu hissəni ölçürəm, popo hissəni. 101, 101. Qol. Qollarım kökəlib. Qolum 31. Birim bitdi. Başqa. Sinəm ölçürəm. Sinəm onsuz da ki əməliyyatdır. Bu budun ara hissəsini ölçmək istəyirəm. Nəzərə alın ki, geyimləyən bir ölçü artıq ölçülür yəqin ki. 60. 59-60 kimi düşünə bilərik. İndi gedək səhər yeməyimizi yeyək. Bugünə menyumuzda baxaq nə var. Deməli, bugünə menyumuzda belə bir su var. Mama hazırlayıb. Daha doğrusu Layla xanım dünəndən hazırlatdırıb. Arkada da Əli mənim vloguma baxır. Mən sizə əlbəttə hər xırdalığı deyə bilmərəm. Bu nədir, bu nədir. Bunun üçün siz Layla xanımın menyusuna yazılmalısınız ki, görəsiniz. Bunu içirəm. Biraz keçəndən sonra səhər yeməyimi yeyəcəm. Turş bəzə. Çox turşməzə idi. Başladığını çəkim. Dünənlərə 64-5 idim. Bugün 65-0. Dedim ki, dünənləri axşam sushi yedim deyədim. Çox güman ki. Heç nə. Səhər yeməyimi yeyək. Səhər yeməyim ispanaqlı omletli, ispanaqlı. Səhərimi yaxşı başlamalıyam ki, günüm yaxşı keçsin. Əgər zəif yesəm, həmən günü qanım qara olur. Deyirəm, bilən düz əməlli yemək yeməmişəm. İndi Layla xanımın menüsü ilə başladıq. Xeyirli olsun. Pəhrizdə də Ivanovka markasının çörəyini istifadə edirəm. 2024-dən bəri artıq bu çörəyi yeyirəm. Demək olar ki, heç ağ çörəyi yeməmişəm. Pəhrizi buraxdığım anda belə. Əli də skuterini götürdü, gəldi. Hava istidir deyir. Məktəbə getməyə vaz qalıb amma. Mama dedi ki 12-də qalxar. Detoks suyuma davam edirəm, indi də içirəm. Saat 1-dir hal-hazırda. İlk günümün günorta yeməyi sinə ətidir. Sinə əti, bolca tərəvəz və qara çörəyim ya da ki lavaş. Lavaş da ki sac lavaşı olmalıdır pəhriz üçün. Mən sinə ətini çox sevirəm. Pəhrizdə mənim ən çox yediyim şeylərdən biridir. YouTube'a çəksən?
Akşam yeməyim mangal salatı. Biz ana bala bu arada başlamışıq. Mama da bu yolda mənə motivasiyadır. Normalda mangal salatı çox sevmirəm, amma menümüzdə buydu. Ləzzətlidir. İlk günün axşamıdır, düşürəm yürüyüşə. Mama da gəlir indi mənimlə. Onu gözləyir, gəlsin, biz də gedək gəzək. Sasını verək. Gəzirik. Əli də skuterin. İkinci gündən hər kəsi salamlayıram. Oyandım. Səhər yeməyimi indi yeyəcəm. Mamam qəşəng hazırlayıb. Bu arada səhər həkimdə idim. Saat 8-dən evdən çıxdım, 9-a həkimə çatdım. Sarğılarım dəyişildi. Hər şey çox gözəldir bu arada. Şişlərim də gedir. Həmçinin artıq menstruasiya ərəfəm başladığı üçün də ekstra şişim yatıb. Yəni ilk qat tez sağalıram. İndi səhər yeməyimi yeyirəm. Bu günə belə çiyalı, çiyələkli, fıstıqlı, badamlı səhər yeməyim var. Banan da var deyəsən içində, hə? Dondurma kimi sərin bir şey. Mamaya dedim hazırlayandan sonra xaldanika qoy. Mən deməsəm də o su qoyacaqdı. Çox qəşəng. Kokos da vurub deyəsən üstünə. Necə dadlı bir şeydir bu. Dietologumun əlbəttə ki menüsü ilə. Bu isə günorta yeməyimdir. Izqaradır. Bolca pomidor xiyarımla. Normalda bu arada ət sevən deyiləm. Pəhrizdə həmişə öyrəşdirirəm özümü. Axşam salatım budur. İçliyi nədən ibarətdir anneciğim? Xiyar, yer kökü, süt, sarımsaq, bir də ki reyhan. Karışdırıyorum ben belə şeylər. Bu fettuccine kimidir də. Qəşəngdir. Pəhrizimin 3-cü günündəyəm. Səhər yeməyim ispanaqlı omlet və belə bir kofe. Bugün gün ortama yaşıl alma və badamdır. Akşama isə toyuq ruletim var. İndi bunu yeyib çölə çıxacağam. Çöldə də maksimum yaşıl çay filan içərəm. Qızlarla görüşmə gedirəm, amma pozmaq yoxdur. Pəhrizimin 4-cü günündən hər kəsi salamlayıram. Oyandım. Qaynamış yumurtamı yeyəcəm indi. Dünənləri axşama çöldə olduğum üçün toyuqla get yedim. Dietologumun icazəsi ilə əlbəttə ki. İndi də bugün qaynamış yumurta yeyəcəm. Pomidor xiyarım və çörəyim ya yaşıl çay ya da kofem ilə birlikdə. Şişim çox yatıb. Artıq sadəcə menstruasiya şişi var üstündə. Mən də birlikdə ikimiz diyet elədik. İkimiz mama ilə eləyirik bu evdə. Ümid eləyirəm gözəl nəticə olur. 10 günün sonunda nəticəmi ölçəcəm. Vlogu da belə paylaşacağım. Ümid edirəm sizə də xeyir deyil. Bir də yaşıl çay içmək istəyirəm. Test markasıdır və yaxud Doğadan markası. Yəni o da ola bilər. Fərqi yoxdur. Yaşıl çay, yəni bitki çayları içə bilərsiniz. Yasmin içə bilərsiniz. Bir xurma ilə içəcəm çayımı. Bugün ara öynümdə greyfurt var, amma greyfurt yerinə mən başqa şey də yeyə bilərəm. Ananas yeyə bilərəm. Bir bölünmüş yarısı, 3-4 dilim filan. Alma yeyə bilərəm və yaxud portağal yeyə bilərəm. Bugün 4-cü günümdür. Bilmirəm 10-cu günə qədər hər günümün yeməyini paylaşımı ümumiyyətlə çəkərəm. Əgər çox olsa, çox güman ki kəsəcəm bəzi günləri ya da maksimum qısa-qısa qoymağa çalışaram. Yəni burada mənim yediklərimlə siz də yeyib arıqlayacaqsınız deyə bir garanti vermirəm əlbəttə. Mən sadəcə öz qidamı paylaşmağa çalışıram və ilk 10 gündə nə qədər çəki verəcəm, o mənə maraqlıdır. Və bunu istədim ki, yəni ölümsüzləşdirim, YouTube-da paylaşım. Mən onsuz da sağlam qidaya 2 il öncə kəskin şəkildə keçdim və 3 aya 15 kilo arıqladım. 14-15 kilo. 68-dən düşdüm 55-ə. 15 edir. Neysə də yəni o civarda arıqladım. Və 1 il yarıma qədər mən o çəkini qorudum. Sonrasında bəzi şəxsi səhhətimlə bağlı problemlərim olduğu üçün, stres məndə çoxaldığı üçün, mən stressdə bəzi insanlar var ki, arıqlayır, yemək yemir, mən isə tam əksi. Ona görə gəl get bayramlar, ad günlər dərkən, səyahətlər dərkən biraz çəki aldım. Və aldıqca da üstünə yeyərək mədəmi istər-istəməz yenə genişlətdim. Amma çox belə dəhşət çəki almamışam. Sadəcə yığılan ödəmdir, şişkinlikdir. Ödəm bilməyənlər üçün qeyd edim ki, daimi yeyəndə o sizdə ödəm yaranır. Və sonrasında isə o artıq piyə çevrilir. Əgər siz çox uzun müddət yesəz, uzun müddət yeyib içsəz, o artıq piyə çevrilir. Belə. Hər kəsin qidası əlbəttə ki fərqli olacaq. Əgər dietoloqla siz başlayırsınızsa, məndən, yəni yüzlərlə izləyicim Layla xanımdan onsuz da pəhriz eləyib və arıqlayıb. Çox arıqlayanlar var. Hamilə qadınlar olsun, daha doğrusu doğuşdan sonra analar, nə bilim cavanlar, yoldaşları həmçinin çox arıqlayıblar sağlam qida ilə və sağlam qida ilə çəkib sonradan onsuz da çox gec alınır.
Çünki piydən gedib, yağdan gedib. Ona görə yəni nəticəsi də yaxşı olur. Mən 4-cü günümdəyim, özümü çox yaxşı hiss edirəm hələ ki. Heç bir çətinliyim də yoxdur. Çünki bu etabı çox yaxşı bilirəm. Ona görə mən üçün artıq bu periodlar yəni çox rahat keçir. Belə. Yarım greyfurt. Üzərinə darçın da səpə bilərdim, amma mən istəmirəm, bəyənmirəm. Ona görə belə boş yeyəcəm. Günorta yeməyimiz şaurmadır diyetik. Və ayran. Annem etdi. Akşam yeməyimizdə belə içi şüyütlü toyuq çox gözəl idi dadı. Düşdüm həyətə gəzməyə, Əli də buradan skuterlə gəlir. Yarım saat filan getdim, saat indi 19:12-dir. Belə. 8-ə qədər bitirərəm. 5-ci günün səhər yeməyi bu gördüyünüz sirniklərdir. Mama hazırlayır artıq. İçində bu arada dark şokolad var. Üzərinə də ya bal ya da ki mürəbbə belə az da olsa səpə bilərsiniz məncə. Hə, amma onlar da baxın menyu burdadır Layla xanımın. Bugün 5-ci günümdür bilirsiniz. İndi ara öğünümdə badam var. Badamı yiyəcəm. Yağış necə yağır elə bugün evdə taklarım yəqin. Axşam düşərəm yürüyüşə. Bəh. Gözəlliyinə baxın, bu rənglərə baxın. Amma dadı da həqiqətən qəşəng. 5-ci günümüzün kardiyosunda tamamlayırıq Günay xanımla birlikdə. Bütün Qarayevi mənə gəzdirir. Dedi ki, uzaq olsun yol. Məhəllə içində gəzməyim ki, sıxılmayayım. Həm də onda da oradan vaxt geçmir. Haklısın. 5-ci günümüzü elə sonlandırır. Bu isə səhər yeməyimdir. İçində yumurta var, lavaşın və nə var? Pomidor var. Bu da mənim həmişə kafe. Soba gedə, günə də baxsın. Bugün Pərizimin 6-cı günüdür. Xeyirli olsun. 5-ci günü. Çox dadlıdır və çox doyumludur. Orta yeməyim 3 bacı dolması və qatıq və bir dilim çörəyim əlbəttə ki. Pomidor xeyir deyərəm. Bu arada heç çətinliyi çəkmirəm. 6-cı günümdəyim artıq. İnşallah 10-cu gündə çəkimi ölçəcəm. Baxarıq görək neçə kilo olmuşam. Ən sevdiyim yeməklərdən biridir. Hətta əvvəllər biber və pomidorunu yeməzdim, amma indi çox sevirəm. Hello, 7-ci günümdən hər kəsi salamlayıram. Suyumdan başlayırım, saat hal-hazırda 9-a qalıb, heç 9 belə olmayıb, oyanmışam. Heç bir çətinliyim yoxdur. Hətta özümü o qədər yaxşı hiss edirəm ki, yəni əsla dayanmayacağam, əsla. 57-ni görəcəm. Çox yaxşı hiss edirəm qızlar. Yaxşı ki, sağlam qidaya başladım. Keratinimin də vaxtı gedir, çarşamın dibləri qıvrılıb. Buna səhər yeməyim yulaf kaşasıdır. İndi onu hazırlayacağım. Ama bir sorunumuz var. Yulaf hansıydı? Üzeri çiyələkli, badamlı və ballı. Yulafı da çox sevmirəm, misal mən pəhrizdə. Amma yeyirəm əlbəttə ki. Sevdim, sevmədim. Yəni ən son nəticəyə baxanda bu mənə qane edirsə, demək ki, yemək lazımdır. Ara öğünümdə acı kofe var. İki xurma ilə birlikdə. Gəldik günorta yeməyinə. Şəklini burada qoyaram, baxarsınız. Forma olaraq tam belə ələ gələn forma deyil deyə çox paylaşa bilmirəm. Amma dadı super olacağına əminəm. Çünki buna bənzər bir şey bir dəfə yemişəm. Dadlı olacağını bilirdim olsa. 7-ci günün axşam yeməyi, sinəti, kağıdı, pomidor, xiyar, smetan, salat eləyəcəm, yeyəcəm. Da mamışqamı hazırladı, salatın sonalı. O qədər dadlı ki, ağzıma falan buladım. Çox gözəl salatdır. Ne işbirliği yap dediniz. Ne istediyseniz, ne söylediyseniz yaptım. Yarım saat yürüyüşümüz başladı. 7-ci günümdə artıq bugün yürüyüş ayala gedir. Dümbüş. Gülnar xanım bugün idman eləyir. Eləyirik. Qaz devam. Yürüyüş eləyirik. Həkim maşına icazə verəndən sonra mən maşını alacaq gəzək. Yürüyüşdən sonra bolca su. Pəhrizimin 8-ci günündən hər kəsi salamlayıram. Səhər yeməyimi indi sizə göstərim. Mama hazırlayırlar. Maksimum hamaratlıq. Nəysə burada şəklini qoyaram, baxarsınız. Çox ləziz bir şeydir, desertdir.
İndi onu yiyəcəm. Soğuk mu? Kaldenit'teydi. Ha, Yunan yoğurtu çok güzel. Günorta yemeğim pomidor yumurtadır. Bugün artık 8. günümdür. 10 günün tamamında inşallah çekimi ölçeceğim. Sizinle de paylaşacağım. Bunu yiyip çöle çıkacağım. Çölde de çok güzel ki maksimum diyetologum icazə versə ya kafe ya da ki yaşıl çay. Akşam yemeğine çölde olduğum için toyuqdur bu etli. Toyuqlu bir salat dedim. İndi sizə göstərim. Böyle bir şeydir. Yaşan görünür. Bunu ama tek yemeyeceğim. Rehinle bölüşəcək. O da pəhrizdədir. Sivətə. Turşumuş. Sabahınız xeyir. Bugün Pəhrizimin 9. günüdür. Bugün suyumu içdim, güne başladım. Birazdan səhər yeməyimi yiyəcəm. Səhər yeməyimdə bu günləri kəsmək bal çörəkdir. Yanında da kofedir. Bu arada Pəhrizə başlayandan, su içməyimi artırandan dərim sanki daha belə gözə xoş gəlir. Həmçinin əlbəttə ki, həmişə kimi baxımlarımı da edirəm. Ekstra gözəl görünür. Maşallah, maşallah. Su həqiqətən cildə çox yaxşı gələn bir şeydir. Qızlar, kəsmək belə 3%dir. Bilmirəm. Mama həmişə 3% alırdın, hə? Hə. Az faizlidir. Kofemdir. Mama mən üçün qəşəng köpüklü eləyir. Çörəyim Ivanovka markasıdır. Tosterdə istəyirəm və belə balımız var. Kəsməyi üzərinə çəkib balı da üzərinə sərpişdirəcəm. Ya da ki, kəsməyi bura qoyub balla belə qarışdıranda onu da üzərinə sərpəndə çox dadlı olur. Bu bal Qarabağ balıydı bu arada. Gelmişler. Çok tatlıdır. Engel aparırdı belə. 9. günü de böyle yola veririk. Akşama da bunun yarısını yiyeceğim. Sabah da çeki ölçme günüdür. Günorta yediğimin üstündeyim. Akşam yemeği yemedim, yüreğim istemedi içine. Şimdi saat 10'du, yaşıl çay içeceğim sadece, boş bir şey yok bu kadar. Günü bağlayacağım, sabah da çekimini ölçeceğim. Bedenimi de götürmüşəm. Gelin bedenimi ölçək. İlk önce istəyirəm ki, baxasız ümumi görünüşümə, bedenimin şişliyinin yatmağına vesaire. Görürsən hiss eləyəcəksiniz. Məncə hiss olunur yani. Ya da yan yana koyaram maksimum. Çaş eyni paltarları giyinər. Neyse. Bunu biraz aşağı verim. 10 günde 4 santim incəlmə. Çünki həm də buram şişiydi axı mənim. Mən haram ölçmüşdüm. Buramı ölçməmişdim. Heyf. Gərək əsas mədəni ölçərdim mən. Çünki mədəm o qədər şişiydi. Burası indi mədənə baxmaq istəyirəm. Heç bir su zat heç nə içməmişəm ki, səhər ölçüm. Mədəm də 76. İndi çanağı ölçürəm. 99 göstərir paltara görə, amma 98 filan. Hələ 10 gündən olacaq. Bu da arası da hələ eynidir. 59 filan. Əsas buradan onsuz da hiss eləyirəm. Qolum yadıma gəlir 31 idi. Qolum 28 olub. Eyni yerdən ölçürəm də. 28. Üstündədir demək olar ki. Çəkimi də ölçdüm. 61.8 gördüyünüz kimi. 10 günlük arıqlama etabının sonuna gəldik. Ümid edirəm sizə bir faydası toxunar. Çünki mən həqiqətən dəyişimini hiss edirəm. 10 gün əvvəl və 10 gün sonrasında, hətta əməliyyatdan çıxdığım günlər və indi arasında hiss edirəm. Məsuliyyətli olanda, çünki daimi olanda, heç bir pozuntu olmayanda yaxşı gedir çəkim. Amma əlbəttə ki, hədəfim bu çəki deyil. 65 ilə başladığım yolda indi hal-hazırda 61.8-əm. Əlbəttə ki, o çəkidə 65 tam öz çəkim deyil. Yadınızda demişdim onda. Yığılan neçə günün yığılan ödəmi idi. Mənim hədəfim 56-57 falan maksimum belə olar. Əlbəttə ki, könlüm istəyir 55-də tam görüm ki, yəni biraz şəkil alsın, o mənə çox narahatçılıq verməsin. Bugünü də sizlə vloglayıram və vlogu tamamlayıram. Amma bir dənə baxın, fikir verin, mən arıqlayanda mənim bu xəttlərim necə çıxır ortaya. Suyumu içib günə başlayıram. Düşünürəm ki, çəki verməkdə bizə ən çox kömək edən şeylərdən biri ən başda sudur və yürüyüşdür. Yürüyüşü 60% falan elədim. 10 günün 10'unda da yürüyüş eləmədim, nə yalan deyim. Məsələn, dünən eləmədim. İndi bu gün 10-cu günümüzdə olur. İnşallah axşam çalışaram, edim. Çünki yürüyüş falan olanda həm bağırsaqlar hərəkətə keçir və qəbizlik olmur. Həmçinin su içəndə deyə düşünürəm. Əli arxada yatıb. Neysə, belə. Maman gətirəm səhər yeməyim nədirsə hazırlasın. Məndə bu arada məndə bu idmançılara oxşayıram. Məndəki kofe Jakobs'undur. Jakobs və ya Nescafe ola bilər. Bir qaşıq tökürəm. Diyetologum dedi ki, qəbizliyi aradan qaldırmaq üçün yaxşıdır da. Bağırsaqların işləmək üçün önəmlidir. Və
Tökürəm su bu qədər. Qaynar suyu tökdüm. Amerikanımızı içək. Normalda nifrət edirəm bu arada acı kofeyə. Bu necə içirlər mən hələ də anlamış deyiləm. Və səhər yeməyim. Əslində bol göyərti də var, amma mən göyərti çox sevmədiyim üçün. Günorta yeməyim mərcidir. Bir dilim də çörəyimi də bura qoyum. Nanənin indi qəşəng. Yaxşı mı? O çox oldu. O qədər acıydım ki, sözümü çəkmədim. Yeməyimi yedim, doydum. Bu 10-cu günümün son yeməyi idi. Bəlkə axşama salat yeyərəm. Axşama salat var çünki. Bununla da günü sonlandırıram. Ümid edirəm sizə motivasiya olar. Ağlınızda fikir oluşar ya da qərar verə bilərsiniz bu video sayəsində. Çəki verməyinizlə bağlı. Öz artıq çəkiniz olduğunu hiss edirsiniz əlbəttə ki. Kanalıma abunə olmağı və videolarımı da bəyənməyi unutmayın. Öpürəm sizi, özünüzə yaxşı baxın.